Azərişıq Açıq Səhmdar Cəmiyyəti bütün regionlarda olduğu kimi Qarabağ və Şərqi Zəngəzurda yenidən qurma, əsaslı təmir bərpa işlərini davam etdirir. Görülən işlər nəticəsində Zəngilanın bir sıra kəndlərində, eləcə də şəhər mərkəzində elektrik təsərrüfatı yenilənir. Cənab Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Zəngilanda yeni qurulan şəbəkədə ağıllı şəhər, ağıllı kənd layihələrinin infrastrukturu üçün bütün imkanlar yaradılır. Doğma sakinlərinə qovuşan Ağalı kəndində tikilmiş 55 fərdi yaşayış evi və 2 mərtəbəli 48 mənzilli binanın dayanıqlı keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması üçün bütün işlər görülür. Həmin yaşayış obyektlərinin işıqlandırılması üçün 2 dövrəli 35 kV yeraltı kabel xəttləri çəkilib, SMS tipli sayğaclar quraşdırılıb. Ağalı kəndində ümumilikdə abonentlərə xidmət göstərən 10 müasir tipli transformator məntəqəsi quraşdırılıb. Bununla yanaşı şəhər ərazisində tikilən 104 mənzilli yaşayış kompleksi 1600 kW gücündə 3504 kV-luq 2 müasir transformator məntəqəsi ilə təchiz olunub. Zəngilan elektrik şəbəkəsinin rəqəmsal idarəetmə mərkəzindən 2 dövrəli 35 kV-luq yeraltı kabel xətti çəkilib. Binalarda SMS tipli sayğaclar quraşdırılıb. Gələcəkdə Cahangirбəyli kəndinə köç edəcək sakinlərin elektrik enerjisinə olan tələbatını ödəmək üçün 110-35-10 kV-luq Zəngilan yarımstansiyasından 11 km özünü daşıyan izolyasiyalı naqillərdən istifadə edilərək 2 dövrəli 35 kV-luq kabel hava xətti çəkilib. Məmmədbəyli də yaxın gələcəkdə doğma sakinlərinə qovuşacaq kəndlərdən biridir. Bu məqsədlə yaşayış məntəqəsində yenidən qurma işləri davam edir. Görülən işlərin nəticəsində Ağalı kəndinin paylayıcı qurğusundan Məmmədbəyliyədək 3,5 km 2 dövrəli 35 kV-luq yeraltı kabel xətti çəkilib. 67 SMS tipli sayğac quraşdırılıb. Kənddə 1000 kV gücündə müasir tipli 4 transformator məntəqəsi abonentlərə xidmət göstərəcək. İstehlakçıların dayanıqlı, fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsini hədəfləyən Azərişıq Açıq Səhmdar Cəmiyyəti ölkənin bütün regionlarında bir sıra kənd və qəsəbələrdə yenidən qurma və əsaslı təmir bərpa işlərini davam etdirir.